Bu videoda sizə fərdi dərzi fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduqları vergilər haqqında danışacağam. Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş vergi 20 manatdır. Digər şəhər və rayonların ödəniş məbləği isə aşağıda qeyd olunur. Siz fəaliyyətə başlayanadək vergi orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və il üçün sadələşdirilmiş vergi üzrə sabit qəbz almalısınız. Bu qəbz yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə dərhal verilir. Nəzərə alın ki, bu fəaliyyətə görə vergi orqanına bəyannamə verilmir. Əgər vergi uçotunda deyilsinizsə, o zaman vergi ödəyicilərinə xidmət mərkəzlərinə, KOB evlərinə və ya Asan Xidmət Mərkəzinə müraciət edərək vəyan almalısınız. Məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 3% qədərdir. Amma bu məbləğ fəaliyyət göstərdiyiniz ərazi üzrə əmsal tətbiq etməklə dəyişir. Məsələn, Bakı şəhəri üçün 20,7 manat təşkil edəcək. İcbari tibbi sığorta haqqı isə minimum aylıq əmək haqqının 4% olmaqla fəaliyyət göstərdiyiniz ərazidən asılı olmayaraq 13,8 manat olacaq.